Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən dana içalatını necə asan üsulla çox ləzzətli hazırlamaq olar, onu sizinlə paylaşıram. Video çox uzun olmaması üçün əvvəlcədəndən içalatı ayrı-ayrılığında doğrayıb, yuyub hazırlamışam. Qeyd edim ki, qaraciyərin üzərində olan pərdəsini də mütləq çıxarmaq lazımdır ki, ciyər bişərkən yumşaq alınsın. Yaxşıca isinmiş tavanın içərisinə öncə piyləri əlavə edirəm. Piylər biraz qovrulub, yağın buraxdıqdan sonra tavanın içərisinə ağciyərləri əlavə edirəm. Qarışdırıb bunları da birlikdə yaxşıca pörtlətirəm. Sonra isə ardından doğradığım böyrək və ürək hissələrini əlavə edirəm. Yaxşıca qarışdırıb tavanın qapağını örtürəm və qazın da xodunu biraz azaldıram və qoyuram yaxşıca bişsin. Bu arada dəyərli izləyicilərim, hələ də kanalıma abunə deyilsinizsə, 1-2 saniyənizi ayırıb kanalıma abunə olub videonu bəyənməyi unutmayın. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Gördüyünüz kimi artıq yeməyimiz yağa düşüb. İndi isə bura soğanları əlavə edirəm və qarışdırıram. Ardından kub-kub doğradığım kartofları da əlavə edirəm. Onu da qeyd edim ki, kartof zövqə görədir. İstəməyənlər əlavə etməyə bilərlər. Mən xoşladığım üçün əlavə edirəm. Kartofu əlavə etdikdən sonra zövqə görə də duz, istiot, sarı kök əlavə edirəm. Qarışdırıb qapağını örtüb biraz yumşalmasını gözləyirəm. Kartoflar yumşalana yaxın qaraciyəri də əlavə edirəm. Qeyd edim ki, qaraciyər tez bişdiyi üçün və çox bişsəndə də quruyub bərkləşməməsi üçün yeməyin bişənə yaxın, axıra yaxın əlavə edirəm. Qaraciyərləri əlavə etdikdən sonra 15 dəqiqə qazın az ateşində bişdikdən sonra yeməyimiz artıq hazırdır. Çox ləzzətli, dadlı yemək alınır. Siz istəsəniz bu yeməyi sacın içində də hazırlaya bilərsiniz. Mən tavada hazırladım. Çox da ləzzətli alındı. Göz haqqınızı halal edin. Videom əgər xoşunuza gəldisə, sonda da videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.